Ərinə xəyanət edib, 2 qızını əlindən yəqin alıblar. Neçə ildir görmür balalarını. Nə etsin? Qadın ərinə xəyanət edir, cəzasıdır. Allahdan üzr diləsin, bağışlanma diləsin. Onları bağışlasın. Allah bağışlayandır. Allah bağışlayandır, Allahdan diləsin. Sevindirsin. Savabıyla qəlbinə geçsin, savab qazanaraq qəlbinə geçsin və Allah bağışlayandır. Nə qarğış etməsin, nə qınamasın, nə tənəyə qalxmasın. Bunların hamısı ona cəza yaşadacaq, quyudan quyuya düşəcəkdir. Amma Allaha gecəli gündüzdür, məni bağışla ya Rəbbim, məni bağışla ya Rəbbim, məni bağışla ya Rəbbim, Allah bağışlayandır. O uşaqları kim alıb onun əlindən? Bu əllər kimi? Hər kəs hər şeyi Allah özü təyin edir. Sənin xəyanətin üçün, yəni kişini ləkə götürmür. Nə qədər xəyanət edir etsin, amma qadını tez götürür axı ləkə. Edib cəzasını yaşayır. İndi etirafla, bağışlanma diləməklə qazana bilər o onu. Onu Allah istəsə edə bilər. Allah bağışlayır.